Günəşlə ayın nağılı. Bir zamanlar çox uzaqlarda, göy üzündə Günəşlə ay adlı iki dost yaşayırdı. Onlar bir-birlərini görməsələr də göyün işini növbə ilə bölüşürdülər. Biri gündüzü, digəri gecəni qoruyurdu. Hər biri öz işindən qürur duyurdu. Bir gün Günəş buludların arxasından baxıb dedi: "Mən insanların oyanmasına, çiçəklərin açmasına, dənizlərin isinməsinə səbəb oluram. Məndən daha vacib iş görən varmı?" Ay da öz növbəsində ulduzlarla dolu səmanı seyr edərkən fikrə getdi. "Mən olmasam gecələr qaranlıq olar, insanlar qorxar, heyvanlar yolu tapa bilməz." Beləcə onların arasında fikir ayrılığı başladı. Günəş düşünürdü ki, o daha vacibdir. Ay isə bunun əksini deyirdi. Bu mübahisəni eşidən ulduzlar dedilər: "Gəlin insanlar və təbiət üçün kimin daha faydalı olduğunu yoxlayaq. Bir neçə gün hərəmiz ayrı-ayrılıqda dünyaya təsir göstərək. İnsanlar da qərar versinlər." Günəş və ay razılaşdılar. Beləcə yarış başladı. Birinci gün, günəşli səhər. Günəş səhər erkən göyə qalxdı. Onun işığı ilə quşlar oxumağa başladı. Çiçəklər açıldı. Uşaqlar məktəbə getdi. Dənizdə balıqlar suyun üzərinə çıxdı. Hər şey canlandı. Bir kənddə nənə deyirdi: "Bu gün hava nə gözəldir. Bağda iş görmək çox asandır." Birinci gecə, aysız gecə. Ay həmin gecə çıxmadı. Göy qapqaranlıq oldu. Ulduzlar parıldasa da yetərli değildi. Meşədə bir tülkü yolunu itirdi. Bir kənddə isə bir uşaq qaranlıqdan qorxub yata bilmədi. Ana pəncərədən baxaraq pıçıldadı: "Kaş ay bu gecə çıxsaydı. O olmasa gecə çox boş görünür." İkinci gün, günəşsizlik. Bu dəfə günəş çıxmadı. Göy üzü boz və tutqun oldu. Çiçəklər soldu, insanlar yorğun hiss etdilər. Kənd uşaqları dedilər: "Gün çıxmayanda heç oynamaq da istəmirik." İkinci gecə, ay gecəsi. Ay göyə qalxdı. Onun sakit işığı yolları işıqlandırdı. Meşədə tülkü yenidən yolunu tapdı. Kənddə uşaq yenə kitab oxuyurdu. Ayın işığı səhifələri aydınlatdı. Uşaq pıçıldadı: "Ay, sən olmasaydın bu macəralı hissəni buraxardım." Son qərar. Yarışın sonunda ulduzlar və buludlar toplandı. Günəşlə ay bir-birinə baxdılar. Günəş dedi: "Sən olmasan gecələr qaranlıq və qorxulu olar." Ay da cavab verdi: "Sən olmasan həyat dayanardı." Ulduzlar bir ağızdan dedilər: "Hər ikiniz vacibsiniz. Dünya yalnız birinizlə tamamlanmaz." Beləcə günəş və ay barışdılar. O gündən sonra biri çıxanda o biri istirahət edir, birlikdə dünyanın nizamını qoruyurdular. Nağılın sonu. Nağıl bizə göstərdi ki, hər kəsin öz yeri, öz dəyəri var. Əsas odur ki, bir-birimizi anlamalıyıq və birlikdə işləməyi bacarmalıyıq.